Selam dostlar. Gələcək aşamalarda və ələlxüsus İranda bir çevriliş və devriliş olursa və İran rejimi çökürsə, hər nə səbəbdənsə, siyasi baxımdan iki siyasi güc qarşı-qarşıya gələcəklər. Ya qarşı-qarşıya duracaqlar. Bir sırası mərkəz siyasi gücləri mövcud sistemi, yəni İran dövlətinin fars mahiyyətli bir dövlət olmasını qorumağa və saxlamağa çalışacaqlar. Bir başqa tərəfdən bu gücə, bu siyasi gücə qarşı İrana bir çoxulcu, kəsrətkira bir iqtidarın meydana gəlməsinə çalışacaqlar. Bu ikinci siyasi güc, qeyri-fars xalqların bölgələrində olan siyasi güc bir tərəfdən və mərkəzdə olan demokrat güclər, hətta qısıtlı olursalar belə, eyni halda mərkəzdə əgər türklər və hətta türklər qeyri-farslarla bərabər Tehranda və Kərəzdə bir siyasi güc əldə edirsələrsə, bu güclər, yəni qeyri-fars xalqların bölgəsindən gələn siyasi güclər və mərkəzdə olan demokrat girayişli güclərlə bərabər o şovinisti gücün qarşısında üz-üzə və diz-dizə gələcəklər. Bu qarşılı sürəc necə keçəcək və siyasi güclər arası necə bir dəngə, necə bir balans qurulacaq ki, onun sonucu bir demokratik bir sonuc olsun. Bu arada bu güclərin mərkəz və çevrə deyək, bu güclərin baxış açıları İranda dəyişikliklərə çox fərqlidir. Bura toxunmaq istəyirəm. Mərkəz gücləri bu siyasi dəyişimi necə görmək istəyir və qeyri-fars xalqlar bu dəyişimi hangi pəncərədən görməkləri lazımdır ki, İranda dəyişim nəticəsi müsbət və demokratik olsun. Mərkəz pəncərəsindən məsələyə baxdıqda Azərbaycanda demokrasi gəlib məsələni həll eləyəcək deyə söz sonlanır. Amma Azərbaycana gəldiyimizdə demokrasi deyil, demokrasini təmin edən mexanizm, demokrasini gerçəkləşdirən siyasi güclər nədir deyə ona düşünməyimiz lazımdır. Demokrasi məsələsinə baxdığımda mərkəzdən baxanda bu siyasi həll olacaq. Amma milli hərəkatın gözlüyünün arxasından baxanda bu siyasi həll olmayacaqdır. Bəlkə Azərbaycanın siyasi və əskəri gücünün olması ilə mümkün olacaq. Milli hüquq geri qalmış ölkələrdə heç demokrasini dənəməyən bir İran kimi ölkədə siyasi çözümü yoxdur. Yalnız siyasi və əskəri hazırlıq əsasında, bax deyirəm, siyasi əskəri hazırlıq əsasında, hətta savaşa belə hazır olma halında bir xalq milli haqqı əldə edə bilər. Azərbaycanın birinci duran məsələsi milli məsələsidir. Hani milli məsələ həll olmayınca Azərbaycanda nə ekonomi məsələsi həll olar, nə sosial məsələ, nə kültürel məsələ. O cəhətdən bizlə mərkəzli bir baxış açısında bir fahiş fərqliliyi gözə çarpır. Amma İranda siyasi bir dəyişim, yəni siyasi çevriliş və dəyişiklik söz konusu olanda Azərbaycan üçün ən önəmli mövzu Azərbaycanın özünü idarə etmə gücünə sahib olmasıdır. Başqa önəmli hədəf Tehranda və Kərəzdə türklərin siyasi rol oynaması və siyasi dəngənin qurulmasında Tehranda etkili olmasıdır. Bu iki güc, yəni Azərbaycanın idarə etmə gücü ilə mərkəzdə olan türk siyasi gücün bir-biri ilə oluşumunun nəticəsi çox önəmli və müsbət rolu vardır. Bu bizim ən önəmli hədəfimiz hesab olmalıdır. Bu hədəfə varmaq üçün milli fikir, milli zehniyyət xalqımızın içinə çox geniş vasitədə yayılmalıdır. Həm Güney Azərbaycanda və həm də Tehran və ya Kərəz və əlbəttə İranın başqa bölgəsində yaşayan türklərin yanında da. Federalizmin İran səviyyəsində bir mövzuiyyəti var. Amma İranda gedən, yəni mərkəzdə gedən zehniyyət federalizmi qurmayacaq ki, federalizmi qeyri-fars xalqların bölgəsində olan siyasi güclər gələcək anayasaya dayatmalıdırlar. Tüm mərkəzçilərə qalırsa, heç zaman federalizmi qəbul etməyəcəklər. Yəni savaşın bir böyük bölümü gələcək müəssis məclislərdə keçəcəkdir. Amma o müəssis məclisdə savaşın
güc dayanağı qeyri-farz xalqların bölgəsində olan siyasi güc olmalıdır. Yəni bu xalqlar öz bölgələrinin idarə etmə gücünə sahibdirsə, müəssislər məclisini federalizmi qəbul etmə zorunluluğunda qoyacaqlar. Müəssis məclislərdə federalizm qəbul olmursa, İran ümumiyyətlə bir iç savaşına sürüklənmə məcburiyyətində qalacaqdır. Bu iç savaş mürəkkəb bir iç savaş olacaqdır. Bir tərəfdən bu iç savaşın tərəfləri mərkəz siyasi güclərlə qeyri-farz xalqların bölgəsində olan siyasi güclə bu savaş meydana gələcəkdir. İkinci savaş isə mərkəzin özündə fərqli fraksiyonlar, məsələ deyək, səltənətçilərlə mücahidlər, güclü pozisyon almaq üçün fərqli fraksiyonlar bir-biri ilə silaha dayanaraq mücadiləyə keçəcəklər. İç savaşın bir başqa yönü də İranda yaşayan xalqların bölgələri arasında bir-biri ilə çatışma imkanıdır. Yəni müəssis məclislərdə eşit haqlar və adilanə bir sistem qurulmursa, İran yeni bir fəlakətin içinə sürüklənəcəkdir. Və bu fəlakətə sürünmənin əsas məsulü İranda şovinisti zehniyyət bir tərəfdən və fars nasionalizm əsasında İran adına İranda bir çoxulcu və ya kəsrətgəra bir dövlətin yerinə yenə də fars dövlətini və ya fars dövlətçiliyini bu ölkəyə təhmil edənlər olacaqlar. İran ölkəsində keçən yüzildə şovinizmin iqtidarı İran nasionalizmi adına fars nasionalizmini təbliğ etdiyində çoxlu zehnilər məsmum və şovinizmi İranda mərkəzdə çox güclü bir varlıqdır. O irticai güclə balans ya dəngə qurulsun deyə xalqlar öz bölgələrində güclücə durmalı, eyni halda bircə və bir ittihad halında bu irticai güclə mərkəzdə qarşılaşmalı və istəyin və tələbini müəssis məclislərə qəbul etdirməlidir. Son sual budur. Əcəba biz aktivistlər tək-təkimiz lazımi görəvimizi, vəzifəmizi bu hərəkatın güclənməsi üçün səfərbər etmişikmi? Bu sualın cavabı sizin yanınızdadır. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.